Tədbir rayonu Şəhidlər Xiyabanında şəhid Adəm Əliyevin məzarı önündə təşkil olunub. Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Murov Qartalı adı ilə tanınan şəhid Adəm Əliyevin keçdiyi döyüş yolundan söhbət açaraq onun necə igid, cəsur və qəhrəman oğul olduğunu diqqətə çatdırıblar. Bildirildi ki, şəhidlərin yad edilməsi və tanıdılması yeniyetmə və gənclər arasında vətənpərvərlik hissinin artmasına səbəb olur. Şəhidin anası Akifə Ağayeva onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirdi. Mən evladımla qürur duyuram, fəxr edirəm. Adəm 32 digər şəhidlərimiz kimi 32 illik həsrətimizə son qoydu. Min şükürlər olsun ki, Qarabağımız azaddır, Azərbaycanımızın torpaqları bütövləşdirdi. Allah cəmi şəhid oğullarımızın hər birisinin ruhunu şad eləsin, məqamını uca eləsin. Bugünkü gün bütün rayon ictimaiyyəti, məktəblər, təşkilatlar hamısı mənim ətrafımda olub, yanımda olub. Necə ki 5 ildir yanımızdadılar. Mən hər bir kəsə təşəkkür edirəm, var olsun. Allah bir də dövlətimizə, xalqımıza müharibə yaşatmasın. Bundan sonra dövlətimiz firavan bir həyat yaşasın inşallah ki. Allah bütün balaları qorusun, ordumuzu qorusun, prezidentimizi qorusun. Qeyd edildi ki, şəhid Adəm İlqar oğlu Əliyev 19 noyabr 2000-ci ildə Ağdamın Üçoğlan kəndində anadan olub. 2001-ci ildə isə onun ailəsi Kürdəmirə köçüb və Adəm 2006-cı ildə Kürdəmir şəhər bir saylı tam orta məktəbin 1-ci sinifinə gedib. Adəmin hələ uşaqlıqdan hərbiyə böyük həvəsi var idi. Anası Akifə xanım deyir ki, Adəm həmişə deyirdi ki, mən hərbiçi olacam və vətənim uğrunda döyüşəcəm. Beləcə onun arzusu yerinə yetdi və Adəm Gəncədə həqiqi hərbi xidməti başa vurduqdan sonra Ensaylı hərbi hissədə müddətdən artıq hərbiçi kimi xidmətə başladı. Şəhid Adəm Əliyev sentyabrın 27-sində müharibənin ilk günündə şərəfli tariximizin ilk səhifələrini qanı ilə yazanlardan oldu. Silahdaşları ilə birlikdə Kəlbəcər istiqamətində ağır döyüşlərə başlayaraq bir neçə postun alınmasında iştirak edən Adəm sentyabr ayının 28-də arzusunda olduğu şəhadətə qovuşdu. Şəhid Adəm Əliyev ölümündən sonra dövlət başçısının sərəncamı ilə vətən uğrunda Kəlbəcərin azad edilməsinə görə cəsur döyüşçü medalları ilə təltif olunub. Allah rəhmət eləsin. Qurban Vidadi oğlu Aqil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.